İç xəbərə baxırsınız. Dənizkənarı bulvar ərazisində yaşıllıqlara gənim kəsilənlər var. Xüsusilə ağacların və digər bitkilərin gövdəsində oyma üsulu ilə müxtəlif hərflərin əks olunması buna misaldır. Bulvar idarəsi məsələ ilə bağlı sakinlərə xəbərdarlıq edib. Dənizkənarı Milli Park ərazisində yaradılan yaşıllıqlar nə qədər göz oxşasa da, amma bəzən insanlar bu yaşıllıqların qeydinə belə qalmırlar. Məsələn, bulvar ərazisində olan kaktus ağaclarının üzərinə müxtəlif yazıların yazılması buna əyani sübutdur. Bunu nəzərə alaraq Dənizkənarı Milli Park İdarəsi insanlara bir daha xəbərdarlıq edib. İnsanların bəziləri dənizkənarı bulvar ərazisindəki ağaclara qənim kəsilib desək yalan olmaz. Bunun nəticəsidir ki, dekorativ ağacların üzərinə müxtəlif insan adları yazılıb. Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bu cür hallarla artıq birinci dəfə deyil ki, qarşılaşırlar. Dəfələrlə olub ki, kimsə gül oğurlamaq, ağacları sındırmaq, onları kəsici alətlərlə cızmaq, oturacaqların üstünü yazmaq istəyib. Bəzən də ağacların oturacaqların üstünə sayt adları, sevgi mesajları və başqa sözlər də yazılıb. Bu cür hallar isə baş verməkdə hələ də davam edir. Dənizkənarı Bulvar İdarəsi parkdakı bütün proseslərə nəzarət edir və belə hərəkət edən insanlar barəsində qanunvericiliyə uyğun şəkildə ölçü götürülür. Təkcə Bulvar İdarəsinin əməkdaşlarının onlara qarşı mübarizəsi kömək eləmir. Yəni, əgər şəhər sakinlərinin hər hansı birisi digərinin belə əməlini görürsə, mütləq onu saxlamalıdır. O haqda ən azı bizim mühafizə idarəsinin işçilərinə, əməkdaşlarına xəbər verməlidir. İmkan olsa da postpatrul xidmətinə bildirməlidir ki, belə insanlar aparılıb cəzalandırılsınlar. Başqa cür, yəni bizim yaratdığımız gözəlliyə bəzi insanlar xələl gətirir. Odur ki, gəlin yaşıllıqları və insanlar üçün yaradılan bu gözəllikləri qoruyaq. Axı bu gözəlliklər təkcə şəhərin qonaqları və turistlər üçün yaradılmayıb. İnsanlar günün istənilən vaxtında burada daim istirahətə gəlirlər. Ona görə də belə xoşa gəlməz hallar olmasa daha yaxşı olar.